kişilər bir toya, bir şənliyə, bir rəsmi yerə gedəndə daha pencəyi də geyinirlər, nə bilim, köynəyini az qalırlar yuxarıya qədər düymələsinlər. Amma qadınlar belə bir tədbirə gedəndə istəyirlər ki, son dərəcədə libassız olsun. Nə üçün görəsən belədir? Yəni, kişinin ədəbi geyinməkdə, qadının ədəbi geyinməməkdədir görəsən. Kişinin ədəbi örtülmədə, qadının ədəbi örtülməmədədir görəsən. Yəni, bu niyə, nə üçün belədir? Əgər qadın iffət rəmzidirsə, necə olmalı idi? Hə, kişi ailə başçılığına rəmzdir. Kişi ona rəmzdir. Ona görə kişinin qolu görsəndi, nə bilim, bizə qədər ayağı görsəndi, başa düşülər. Bu zəhmətkeşdir, zəhmət rəmzidir. Zəhmət şüarıdır kişi.